Salam dəyərli dinləyicilər. Heç bilirdinizmi ki, hər gün içdiyiniz sadə bir stəkan limon suyu bədəninizdə möcüzələr yarada bilər. Əgər sağlam qalmaq, immunitetinizi gücləndirmək və enerjinizi artırmaq istəyirsinizsə, bu video tam sizlikdir. Bu videoda sizə limon suyunun insan orqanizminə olan ən vacib faydalarından danışacağam. Odur ki, videonu sona qədər izləməyi, kanala abunə olmağı və videonu paylaşmağı unutmayın. Hər gün limon suyu içmək sağlam həyat tərzinin ən sadə, amma ən güclü elementlərindən biridir. Limon suyu tərkibindəki C vitamini, antioksidantlar sayəsində bədənin həm daxili təmizliyinə, həm də immun sisteminin möhkəmlənməsinə dəstək verir. Bu faydalı içki həzm sisteminin fəaliyyəti, maddələr mübadiləsinin sürətlənməsi, iltihab riskinin azalması və dərinin sağlam görünməsi üçün təbii güc mənbəyidir. Gündəlik olaraq bir stəkan ilıq limonlu su içmək həm bədəni enerji ilə təmin edir, həm də profilaktik olaraq müxtəlif sağlamlıq problemlərinin qarşısını almağa kömək edir. Bu vərdişin təsiri yığcam olsa da, gündəlik həyat tərzinə əlavə edildikdə bədən üçün kompleks faydalar yaradır. Bəs yaxşı, limon suyu içmək sağlamlığa necə təsir edir? Limon suyu ilə günü başlamaq sadə görünə bilər, amma orqanizmin ümumi funksiyalarına çox şaxəli təsir göstərir. Limon suyu bədəni nəmləndirməklə yanaşı, daxili orqanların fəaliyyətini stimullaşdırır. Xüsusilə də qaraciyər və həzm sistemi üçün faydalıdır. Soyuq dəymə, iltihabi hallar və mövsümi halsızlıqlar zamanı orqanizmin müdafiə qabiliyyətini artırır. Hər gün limon suyu içmək həmçinin bədənin qələvi mühitdə sabit qalmasına kömək edir. Bundan əlavə həzm sistemini gücləndirir və qəbizliyi azaldır. Limon suyu mədə və bağırsaq sistemini hərəkətə gətirən təbii bir stimuldur. Eyni zamanda limonun tərkibindəki sitrus turşuları və bioaktiv maddələr bağırsaqları təbii yolla təmizləyir və toksinlərin orqanizmdən atılmasına dəstək olur. Bu sadə vərdiş gündəlik həzm proseslərini yüngülləşdirərək bədənin özünü daha rahat və yüngül hiss etməsini təmin edir. Hər gün limon suyu içmək bədənin daxilən təmizlənməsinə kömək etməklə yanaşı, dəri sağlamlığına da gözlə görünən təsir göstərir. Tərkibindəki antioksidantlar və C vitamini dəridə iltihab proseslərini zəiflədərək sızanaq, qızartı və ləkələrin qarşısını alır. Eyni zamanda kollagen sintezini dəstəkləyir. Bu da dərinin elastikliyini qoruyur və vaxtından əvvəl qırışların yaranma ehtimalını azaldır. Hər gün limon suyu içmək arıqlamaq istəyənlər üçün faydalı bir dəstək vasitəsidir. Arıqlama prosesinə kömək edir və maddələr mübadiləsini sürətləndirir. Limonun tərkibindəki polifenollar yağ yığılmasının qarşısını almağa və yağ hüceyrələrinin parçalanmasını təşviq etməyə kömək edir. Limon suyu içmək ağız boşluğunda yığılan bakteriyaların təmizlənməsinə də yardım edir və xoşagəlməz ağız qoxusunu azaldır. Limonun təbii turşusu ağızda yaranan mikrobların çoxalmasının qarşısını alaraq daha təmiz nəfəs təmin edir. Bununla belə turşuluğun diş minasına təsir etməməsi üçün limonlu suyu içdikdən sonra ağzı durulamaq tövsiyə olunur. Bəs yaxşı, limon suyu mədəyə zərər verə bilərmi? Əgər mədə turşuluğu yüksəkdirsə və ya qastrit, reflü kimi problemlər varsa, limon suyu qıcıqlanma yarada bilər. Belə hallarda qəbul miqdarı azaldılmalı və ya həkim məsləhəti ilə istifadə olunmalıdır. Bəs yaxşı, limon suyuna başqa nə əlavə etmək olar? Limon suyuna bal, zəncəfil, nanə kimi təbii komponentlər əlavə etmək olar. Bu əlavələr həm dadı zənginləşdirir, həm də təsir spektrini genişləndirir. Unutmayın ki, sağlam həyat kiçik vərdişlərlə başlayır. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.